Yığışmışsınız yenə. Hələ bu birisinə bax. Onun əlindən mən gecələr çıxıb su içə bilmirəm. Çağırır oradan, gəl bir dənə isti çay vuraq sənə. O gün özü də sənin başıma nəsə gəlmişdi, danışırdım, qulaq asa bilmədim sənə. Yox, danışma. O fikrim qalıb onda sənə qulaq asa bilmirəm. Belə çaynik olar, belə çaynik olar. Hələ o birisi orada gizlənib, belə səsini çıxartmır, ət çəkən. Bir dənə ət çəkirdi o gün, gəl görəsən, qırğın, dəhşət. Vallahi görürsünüz də həkim, bütün günü belədir. Ancaq öz özünə danışır. Səndən danışıram, sən burada mənə qulaq as. Üzvü də sevir. Niyə danışmırsan ki? Vallahi sizin qardaşınız xəstələnibdir. İndi mən deyəcəm, siz inanmasanız öz bilin. Amma görsünüz məişət texnikası ilə danışır. O texnikanı tullamaq lazımdır. Bu sindromun adı Sonifer sindromudur. Oxumusunuz? Yox, məlumatım yox. Bilmirsiniz? Hə, onları sırasını götürüb tullamaq lazımdır. İstəyirsiniz öncədən də tullayın. Qardaşın düzələcək. 100%. Tullayaq getsin onda. Hə, gətirin aparım, atım onları. Başqa şeyə ehtiyac yoxdur. Kimsə sizi anladar, pulunuzu alar. Heç nə eləməyin. Sağ olun, Allah şəfazı versin. Nətər anlatdıq ağaları? Yaxşısınız? Xətruza dəyən yoxdur? Ged evdə danışarıq. Utanmırsan da deyirəm də, utanmırsan hələ üzün də var, baxırsan, şirinsən, nə bilim, bombasan, ürəksən, çox qəşəngsən, verdin tırkadan, bədbaxt elədim, mən lazım idi, gül kimi fırlanırdım, divijeniyam yerimdə, oğlanlığımız yerimizdə, şükür. O yazırdı, bu yazırdı, gəl görüşək. Oturmuşdum da yerində, sən xatasan, bax sənə baxıram, yenə Türkiyə gələm, hadi deyirəm, baxmayayım, prosta baxmamış da olmurdu. Hə, var yox, sən temasan, ürəyimsən, prosta ki, qanımı qaraltdın, yəni biləsən. Bədbaxt elədin eməyə səni. Baxıram ki, bəlkə utanasan, prosta görürəm o sifət yox deyəsən də, sən ölsən. Özümü danlayadan biləm, istəyirəm ki, özümə bir ağır söz deyim, bir-iki dənə, prosta tutuzuram biləm. Belə baxırsan, sən tüm balası deyalan deyəm, güzgün tullayarım suya, bax, sonra qalarsan belə. Özümü suya tullayanmərəm axama. Sən mən bu günlərə niyə saldın, niyə sən? Çıxaram, dişləyərəm, parçalayaram, cırıqlayaram. Elə ancaq deyəsən də, denən heç nə eləmə. Çıxıb dişləyərdim də, gözümü basıb dişləyib çıxardardım. Cırıqlayacam səni, belə eləyəcəm. Çıxıb cırıqlayardım da, görməzdim bu günləri. Dişləyərdim, gözümü pırtladıb çıxardardım, görməzdim bu günləri. Sevmə, sən sevmək yaraşır, amaqmı? Sən nəyvə yaraşır sevmək? Adıydıq gedə. Sevənin qədri ölümdə bilinir axı. Elə də yaxşı bilinir. Ayda! Ürəyim qanadı. Sən lağayırsan. Əzrahılsan sən, başımın üstünü kəsdirmirsən, durmuşsan. Qəfildən baxanda özə, başın Hacı Leylək yuvasına oxşadı. Elə bildim, ağacla danışam. Gün də yuxarıdan vurur, Hacı Leyləyin dimdiyinə oxşayırsan. Gəldin, burada da məni tapdın, hə? Nətəriyəm burada da tapdın? Hara gəlirəm, qabağıma çıxırsan da. Haradan bildin ki, mən bura gəlirəm? O yolla gələndə gördüm, yazıb Aydanın çiftli. Elə uşaq-uşaq, belə mənasız suallar verirsən ki, belə çox maraqlı. Sən də mən narahat eləmə, get işinlə məşə, get oğlan odasan, get xoşbəxt ol. İmkan verirsən ki, hara gəlirəm, qabağıma çıxırsan. Kəsirsən qabağımı. Sən kimsən ki, Sən kimsən axı mən sənə görə gəlim bura oturum? Mən özümü tanıyandan pas sənlə burada oturmuşam. Tək qalmaq istəyəndə həmişə gəlirəm bura. Maraqlıdır. Nəsə sən özünü tanıyandan mən səni heç burada görməmişəm. Bu mənim yerimdir. Mən bura tez-tez gəlirəm tək olanda. Adın yazılır. 6A sinifində oxumursan sən?
Necə yəni, o nə demək? Uşaq çünki söhbətlər aparırsan. Düz deyirsən, mən uşağım. Böyük olsaydım o restoranda yanında mən oturardım. Gəlib oturardın da, gəlib oturardın, tanış eləyərdim sənə, qonşumuz deyilsən. Mən loxa oxşayıram, gör. Mən üç qulağa oxşayıram, gəlim orada sən başı pozanlı karandaşı oxşayan Padroqovun, ondan sonra dıydıq gedənin şotun vereyim. Pulu satmır, mənə çağırır istəyəsən. Nə var ki, burada qonşumsan da gəlib bir yerdə bizlə oturardın da. Qonşunam deyə mən loxlamalısan, sən mən naqlı konkret çağırırsan ki, mən sən şotu verim. Çıxmışdın səhnəyə, mahnı oxuyurdun. Gəlib o dıydıq gedəyinə zatla oturmaqdansa elə səhnədə oxumaq yaxşıdır. Sən hələ otur, dur Allaha yalvarıcıyam ki, mən orada advokat davrandım. Necə davrandın? Avqadat. Adekvat olaraq. Onu oxşar nəsə onunla. Sən mən bir şey nə deyirəm? Sən nə işlə məşğulsan? Bütün gün avaralanırsan, gah oradasan, gah buradasan. Nəsə bir işin gücün var sənin? Çox üzr istəyirəm. Sənə 2 dəqiqə, yaxşı 2 dəqiqə, sənə 2 saniyə hörmətsizlik eləyə bilərəm. Denən, hə denən mümkünsə. Yox. Qabiliyyətsiz. Ot aşağıda mən gün gözümü dəyişir, bir otur belə söhbət edək də. Azalım. Qıvırcıq. Oturdum. İndi başa sal, nə işlə məşğulsan? Instagrama girib eləmirsən sən? Niyə girmirik? Instagramda komment yazmaqla məşğulam. Bilirəm. O kommentarların altına görməmsən yazır, evdar xanımlar, evdən çıxmadan pul qazanmaq istəyirsiniz, o mənəm. Onda o mahnının əvvəlində Nicat Cəlab adlı təqdim edir. O sənsən, hə? Yox, mən deyirəm, prosta ki, qulası. Hə? Instagramı ver də mənə. Telefonu ver. Hazırıyım ki, gözləyirsən. Var yox. Gözlə facidimi açım bir dəqiqə. Kale demək ki, uşaqlar qrupda şəkildə atır. Salla ver biraz. Ora girmə, uşaqlar qrupa şəkillər atır. Yaxşı götür. Telefon ver də. Amma əsəbləşəndə şirin olursan ha. Telefon ver deyəndə bir kəlmə ver də. Bir saatı nə uzadırsan ki? Bütün adamı nervləndirir. Deyirəm ölürsən ha mənim üçün, hə? Ya var yox, nə hələt. Prosta gözümü sevdirənmədim də. Niyə ki? Niyə mənim yerimə qərarlar verirsən ki? Elə də yaxşı sevdirirsən ki məncə. Bax, sən belə danışsan, bütün beynim error verir. Yaxşı. Mən gedim. Sən də özünə yaxşı bax. Məncə çox xoş gündür bugün. Əsəbləşib eləməm. Əlimdən tutmaq nə etkindir? Sevgiliyi indi, yoxsa? O əlimdən tut, hara getsən? Hə, yox, bir şey denən, ümid verib getmə. Xalam qızına nə deyim, mən atval verim indi. Haydi, əlimdən tutub getdi, nə qaracam. Bu əli kəsib saxlayacam. Balta gətir. Bu nə də? Bu nədir? Hissiyə bax, cıbrığım çıxdı, bütün közərdim. Amma olsun, bugün günlərin şahidi. Bugün hər şey bomba idi, nasır edim çox əla. Aydaş, sən bir şey danışacağam, təcrübələnəcəksən. Mən həmişə getdiyim yer var ha. Hə. Orada bir səni kimi görmüşəm. Kimi? Nicatı. Aa, Bə. Aydan sən də? Ha, mən də. Yaxşı danış. Heç nə də yaxınlaşdım, görürəm ki, hansı güzgüyə baxır. Danışdıq elədik belə. Kobud danışmadı səndən? Yox, kobud danışmadı, elə yaxşı danışdıq ki. Hətta Instagramı da verdik, bir-birimizə follow elədik. Amma ondan sonra bir şey nə oldu? 20 dəqiqədən sonra kimsə mənə yazıb fake accountdan ki, qəşəng yaraşırdıq. Yaraşırdız ya da yaraşırdıq. Sonra da sildi, bilmədim kim idi. Bəlkə elə Nicat yazıb? Yox, Nicat niyə yazsın fake accountdan? Heç başım çıxmadı, o nə məsələ idi. Sonra da sildi. O da düzdür. Əş kimsə lazımsız adamdır. Lazımlı adam olsaydı qabağa çıxardı, özü deyərdi. Nədə? Здравствуйте, девочки. Привет. Привет. Как вы? Хорошо. Ты как? Нормально. Что делаете? Ничего. Сидим. Чем занимаетесь? Тебя ждем. Айдан, можно тебя спросить, где ты была сегодня днем? Днем? Днем.
Я здесь была. Да. А что? Угу. Весь день. Да. Что-то не так? Нет, все нормально. Так, я не понял. Кажется, я ключи от машины потерял. Серьезно? Да, пойду я поищу лучше, может там где-то упали. Подожди, я с тобой пойду. Давай. А это что, пока посиди, ладно? Нашли? Да? Возле машины упали. Все хорошо, у тебя как будто настроения нет. Не, нормально. Да? Да. Всё Лица нормально? нет на тебе. Ладно. Ну ладно, хорошо. Ну, о чем поговорим? Kardeşim helikopter. Pırrt. Ne var ne yok lan? Buna da var Nizam, buna da var, buna da var. Bravo. Buna da var. Mənimdir sənin. Gizleme, o adamı kimin sen Aa, mi? mənimdir sənin. Doğrudan diyorsun ha? Sen- Hardan ola bu? Əl vurma da, əl vurma. El vurma. Mən sənə El vurmadım. Hep hırsı. Maraqlı geldi, maraqlı geldi. Fısıldım bak gömlədi. Rengi maraqlı değil, çok maraqlı rengi var. Hardandır bu sen? Vurma. Sen benden hardandır sen Nizam? Ben maraqlıdır. Hardandır sen? Ala, danışmamışam sən. Yo. Babam yoxdur Vladivostokdakı. Ha. Rəhmətə getdi bura. Allah rəhmət. Vova. Allah rəhmət. Zəng elədilər, sərvət qalıb. Səni. Hə, nə qalır? Fəqət. Zəng elədilər. Aha. Dedilər ki, bəs $1000 pul lazımdır, göndərdim. Aha. Nəsə sənət işləri vardı, onları təsdiq eləmək üçün. Aha. Göndərdim, təsdiq elədilər. Sonra bir dənə də 1000 istədilər, burası yoxum idi. Aha. Birinci göndərdim $1000 var, batdı. Nətər batdı? Batdı da, Siz bura. simiz adamsın. $1000 nətər göndərmişsən? Nənəmlə əkişdirdim, göndərdim. Söhbəti nəyə danışdın kök? Sən məndə bu nəyə danışdın kimdir? Allah Nə xeyir dəxli var? olsun deyə, ağarım ki, maraqlı olsun deyə, boşluqdur. Sifətvə baxanda bilmirəm nə danışım mən. Peter bunun bir kursunun zaten ola. Zar, velosiped satdı, zar sayısın. Oba. Bir kurdan zaten. Zar, Ağacın yanına gelin gəlin zaten. Uzatma da zar da, yapışma da, qırız haqqız olma da zar da, nerimi işdirsən. Xahiş edirəm, bir kur, Nizam. Zar, əl çəkdə zar da. Arzumdan o. 2 dənə maşınım var, heç oğlansan, nə olur Əl bala? çəkdə zar, nə saqqız. 2 dənə maşınım var, yalan Sən nə olur. dəxli var, mən ayağımın birini belə atıb, biri atıb, belə sürəm. Elə maşın sürülə gitsin. Ağacın yanına gelin gəlin Nizam. Nə olur, Zar, xahiş əl edirəm çəkdə, Nizam. yapışma. Hara gelsən yaxşı, hara gelsən. Hara gelsən. İnqilaba. Mən də inqilaba gəlirəm, süt də mən inqilabda. Mən çerez Quba gedəcəm inqilaba. Ebiyon olar, qovada düşüb mən gəlirəm avtobusla. Ay, kənsinin içindən çıxıb gedirəm. Yaxşı da gizləmə, nə olur apar Nizam, xahiş edirəm, nə olur. Mən bir qabaqda oxuyum deyim Nizam. Xahiş edirəm Nizam, nə olur, xahiş asar ver Nizam, nə olur. Zar, yapışma da, zar da. Qızla tanış olmuşam, qızla. Dərə deyil, Qız deyirsən, qalan Hə, nə belə olacaq? idi. Prosta ki, sənə tamah salan qızın lişni qadasını alım. Nə olub ki mən Nizam? Çünki sən var ha. Ha. Sən baxanda xəcalət çəkirəm zar. Nə olub mən Nizam? Nizam, ver də bir kur Nizam, xahiş edirəm Nizam. Biz Zar, də kur. yapışma Nizam, da. harda Sən Nizam? sırtıq gedəsən. Sırtıq yola, Sən Nizam, kim bir- oxşadın ya? Nizam, bir kur Nizam, deyəm. Bir kur Nizam, xahiş edirəm. Mən nə orada deyim Sir gəlim. üzümü. Öpüm keçsin. Əllə Bir kur zar. Nizam, bir kur Nizam. İyrənc sənə ya, bığın qıtda. Bığın batdı boynuma pis oldu. Nizam, bir kurdan olar. Ver açar, harda Nizam? Eləmə də, axtarıram da zar, əl çək. Gedim, bir kurdan olar Nizam, bir kur. Ver də, yes. Çox sırtıq gedəsən sən. Yaxşı da. Xalama deyəcəm var yox nə elə. Ver də Nizam. Xalava getsin, işte ver də asardan olar, xahiş edirəm. Kimə deyim? Məndən də asar verdən olar, asar verdin sən. Harda deyə açar? Yes. Ver də Nizam, nə olur? Hə, deyən də, Ver də, nə olar ki deyən. Nizam, asar ver də Nizam. Niyə eləyirsən? Nə Nizam? it deyə qoymusan özünü. Nə olar, ver də asar Nizam. Salam Aleyküm əleykum, salam. salam əleykum. Burada da şirin su. Sladkaya voda. Ha ha.
Götürün məndə. Ay, dada benim. Nə oldu? Nə oldu? Nə oldu yala? Götür zal. Ama bu da dolu. Qaqa gör. Şirin su. Ah! Zəncə slat sən də sən öz aləmində. Sağ ol. Sağ ol qardaş. Aha. Sən çağır. Qardaşın şirinliyi nəyə borcudur? Nəyə borcludur? Suya. Gizləmə hələ. Var yox nələr hər gün Aha. 10 litr içməsəm itə dönürəm. Bir stəkan da mən içim. Nə olar ki, adam olum. Ay, qulaq as. Ver də, açar ver də, nə olar? Nə istəyirsən? Açarı ver də, Nizad, açarı ver də, nə olar? Yağmadırsan məni, Nizad ver də açarı da. Çox səviyyəsiz gedəsən Rıza. Ha, bura gəl deyirəm. Açarı ver. Necə? Hara getsin? İnqilaba. Qızla görüşədə, hara deyirəm, Nizad, açarı deyirəm mən. Bax, görsən sən. Start-stop yoxdur. Ay, Nizad! Sənin lişni bığı və quzu kəsim. Suları da aparal da, suları da. Saxla! Pasyak! Ulduz 50-20'ye yığırsan hara içsən gətirir də. Hayda, bu su içməyən ki, mən itə dönürəm ya. Maşına bax, özüm oxşayıb, üzdən göyçə içi dağılıb. Hə, çatdıq. Hara Zaur, bura haradır? Ola, mənim evimdir də. Zaur, mənim sənin evində nə işin var? Git sən, gedib çayxanada oturacam, 50 manat pul verəcəm. Gəlib evdə çayımı içirəm də rahat da. Mans, mən sənin bildiyin qızlardan deyiləm, heç ara getmirəm, şo. Ay, də başım xərəb sənin. Mən o yolu təzdən qaydım, valla probka deyə. Sağda bağlar, çaspik vaxtıdır. Mans, mən hardan götürmüşdün, apar orada qoy. O zaman başım xərəb deyə. Mən o deyən var, o yolu gəldi. Allah, buna nə oldu ya? Xotdan mı? Belə variantları mənə gələ bilməsənə çox eşitmişəm. Sənə variant gələn... Düş bax. Deyəm bir dəqiqə. Bir dənə qaldı. O birisine. Ya xotdan mı? Şaman olmadı. Xotdan mı da zibil, xotdan mı da la. Nə iləndir Mans? Nə bilməyib, benzin filtrdir də yəni. Neysə ala? Ala, bağla gedək. Başım xərəbdir, ala bu nədir, benzin filtrdən gəlsin, hə sən? Abi, bir dəqiqə, deyən, sənə kəlbətin də lazımdır, deyən Mans. Kəlbətin də var? Var. Ala. Ala bu cicli şey. Mənə bax, bəlkə remeni zadın olar, motorun remeni. O hələ yoxdur, alacam. Başı xərəb də olar. Ama ben burayı tanıyıram, Hardan tanırsan, Mans, evlisən, sən uşağın var? Yox, nə uşağım, dostumla gəlmişdi, uşaq üçün paltar alırdı oradan. Hə? İkinci mərtəbəsində uşaq üçün paltarlar var burada. Gedək ki, dəqiqəli yeməğimi götürüm çıxaq. Davay. Sən Mans, necəsən? Sağ ol, Günel, sən necəsən? Mən də yaxşıyam, yeməyim hazırdır. Həmşəkindən? Hə. Gəl verim. Gəl Günel, həmşəkindən. Ne edirsən? İndi yeyirsən? Hə. Qaşıq verməsin olmasa. Yo, özüm də var, narahat olma. Güney! Hara yeyirsən? Ayda Mans, bağışla, yemək yeyəndə hər şey yadımdan çıxır. Sən də yadımdan çıxmışdın, az qalsın taksi çağırırdım. O taksi neyəsin, gəl xanımda sən? Burada mən qızın yanına ata bilərsən. Ala, niyə atmıram, gəl. Gəl. Mans, nə inirsən? Gecə vaxtı nə inirsən burada? Günel!
Manus nədir? Əş kimliyə görə yemək zakaz edirsən. 6 dənə lahmacun. Yox, biletlərə baxıram. Nə bileti? Qozdu, sadə, pendirli, acılı bir də. Günün dedim axı biletlərə baxıram. Aviasiyasda biletlərə baxıram. İstanbula. Nə var İstanbulda, nə varsa burada var. Bir dənə oğlan tutmuşam, qaqam bir dənə oğlan tutub. Bal danışacağam indi. Yeməyə nəyəsə var. Bəsdir, hər dəfə gələndə qurtdaladım buraları. Keç otur, yox deyişlə. Mən danışım, sən danışsan hansı? Sən danış. Mən danışım da. Qaqam bir dənə oğlan tutub. Bal, düzdür, ördək oxşam, hündür boyu var. Bir dənə də maşını var, minirik maşın, hamı bizə baxır. Özümün buz. Bahal maşındır? Əşi yox, 70-ci illərin maşınıdır. Perodok göydə, dimdik, xoruz. Özümün bu özü. Allah xoşbəxt elə. Sağ ol. Yeməyə nəyəsə var. Bir dənə zakaz elə də. Telefon əlinin altındadır da. Sən danış, nəyə çağırmısan orada? Hə, o məsələ. Telefonda danışdıq biz səndən. Hə. Sadığın telefonda hər şeyi gördüm axı. İndi bilmirəm, Aydana deyim yoxsa yox. Hə. Get də də, niyə demirsən? Desəm birdən arası pozularaq məndən qorxuram. Deməyəcəksən, onda da deyəcək ki, mən niyə demədin, onda deyəcək. Qulaq as, sözümü də kəsirəm. Bir dənə şəkil pitisi olardı indi. Bir dənə də baş soğan qoyursan belə, lam üstünə vurursan belə, soğanların suyular belə fışqırır. Nə qədər? Obat. Fu, çox iyrəncsən. Sən ancaq ot ye. Günə, qulaq asacaqsan sən mənə. Hə, buyur, danış. Hə, mən də bilmirəm, bunu Aydana deyim yoxsa yox. Yəni, desəm arası pozular məndən. Onda get Sadığın özünə de. Yox, o deyilsən, gedim Sadığa nə deyim, deyim ki, Sadıq, telefonumu qurtalamışam. Yeməyə zada bir şey zakaz elə, başım dayanıb, işləmir, acam deyə işləmir. Günə, bəs də acam, sən də həmişə ac olursan. Adam nə qədər yemək yiyər? Acam, neyim? Başım işləmir onda, əsəbi oluram, başa düşməni. Get yemək yiyə. Birazdan deyəcəm, sən dedi əlifin altındadır telefon, internetlə zakaz elə yaxşı. Bura dövlət müəssisəsidir, burada yemək olmaz. Çöldə yerəm, az zakaz elə, nə olacaq? Hə, yaxşı danış, eşidirəm, danış. Danışdım, qutardım. Çox sağ ol, çox gözəl qulaq astın. Durub çıxıb gedə bilərsən. Yemək zakaz edəcəm, istəyirsən? Qoy gedim yeyim, 8 dənə dönər zakaz edəcəm. Lavaşla doymuram, çörək arası belə. Sənə də bir dənə lavaşla yeyim. Məncə də get, çox böyük kömək idi mənə. Sənə də yaşıllıq deyim, otda. İstəmirəm. Yaxşı, gələcəm birazdan, yeyim, gəlirəm. Zəng ver özündən soruş da. Amma ya da özündən soruşma. Yox, özündən soruş, amma başqa cür soruş da, Aydan, söz alırmış kimi. Göy başqa şey soruşursan. Aytac, yığa bilmərəm, risk eləmirəm. Mən ona nə deyəcəm axı? Aydan, ucu 2 dənə mesaj gəlib sənə. Sən bilməlisən axı kimdən gəlib bu mesajlar? Nə yazılıb ikinci mesajda? Bilmirəm. Necə? Bilmirəm, aç baxaq da, maraqlıdır. Gəl, aç bax. Hə, bu mesajdır. Biz səninlə xoşbəxt ola bilərdik, amma özün fikir. Kimdisə yazmağı da bilmir. 100% Nicatdır. Aytac, Nicat deyil də deyirəm. Nicat axı niyə fake accountda mənə yazsın? Bir fikirləş, o günlər bir-birimizi follow eləmişik. Amma düz deyirsən, bəlkə yığım soruşum. Soruşmam da söz alım. Gözdə. Necəsən? Nömrəmi yazmışsan mənəm Aydan. Hə, şeydir, deyirəm Instagramı bir-birimizi follow elədik, amma nə like qoyursan, nə də ki yazırsan. Hə, yaxşı. Yox, elə belə yığmışdım. Hələ onu soruşacaqdım. Yaxşı, Nicat, yaxşı. Nə deyir? Deyirəm də, o deyil də. Deyir, telefonumun zaryadkası qutarıb, heç Instagramı istifadə eləmirəm. Yalan danışır məncə, odur. 100% odur. Bilirsən niyə görə? Səni yoxluyur. Görsün başqa oğlanla danışırsan yoxsa yox. Aytac, içimdə bir his var ki, o deyil. Niyə də o olsun axı? Yaxşı, onda dur gedəyim, mən tələsirəm, işim var. Bırax, mən girəcəm suya. Bu nə devi? Sən nətər qadınsan ha? Sən kudriyaşqamaya. Yaxşı, bəs şirin elədin. Mən də görüm mesajı tapdın. Kim yazır? Çox qabiliyyətsiz xanımsan sən. Bütün nervimə işsən. Görürsən şirinlik eləm, xoş sözlər deyirəm sənə.
İmkan vermirsən ki, çıxardım. Bu xoş söz gəlsə bu dəymə kimi. Buraxmasan boğlara meydimi ağlayarsan. İmkan ver də. Mesajı tapdın kim yazır? Dirəşi bir mesajı kim? Sən kimsən? Sən özün nəyə dartırsan? Mən sənə kompliment edirəm, sən mesaj. Tap, sən mən lazımdır elə. Mənə narahat edir, başa düşürsən. Mən o cür mesajlar heç kəs yazmırdı. Sən kimsən ki, narahat olunasan? Polisə verəcəm. Uşaq səssən polisə verəcəm nədir? Bəlkə kiminsə əhli deyib, zamanatın balasını niyə bədbəxt edirsən? Mən sənə burada kompliment edirəm, sən elə dirəşmirsən. Sağ ol da, sağ ol. Deyirəm, məni bu məsələ narahat edir. Biraz ciddi yanaş da buna. Məsələ narahat edir, ver 50 ilimdə riyaziyyatı yaxşı biləm. Nə var ki orada? Bunu belə boş buraxmaq olmasa necədir? Buraxma, nə varım ki? Nötr nervimə işləyir. Mən burada xoş sözlər deyirəm. Mən burada romantikçiliyim tutub bütün hamısını məhv elədi. Nicat, nə var? Gəl. Gör nə yazıb? Mən küsmüşəm sənə. Yox, gözlə. Bax, gör nə yazıb, yenə yazdı. Nətər yəni yazıb? Deyirəm, yazıb da. Kim yazıb? Yazıb, bax. Nə yazıb, başa üstünə kim? Deyir ki, Nicatı bir də səni peşman edəcəm yaşamağa. Yaşamağa peşman edəcəm. Nə var? Kim, nətər mesaj? Deyirəm də, bəs mən sənə deyirəm, inanmırsan. Sən nə varsan, Zav? Araya girməsəm, harası gedirik, üzə o tərəfə gedirsən. Sən nə varsan, Zav? Bu qədər xarablıq olmaz da. Edir. Keçən bir yarım çıxadı, ona denən ki, sən haranın tulasısan, heycala, Zav. Значит так. Какая ты собака? Откуда ты? Ребят, вот вам в прошлый раз не хватило, что ли? Вы опять хотите, что ли? А? Опять хотите? az oldu, gene istəyirsən. Если хотите, мне без проблем, то есть я могу устроить вам праздник. Ты стройкada işləyirsən. Ona denən ki, keçən dəfə yer torbağı idi, ayağı sürüşdü. Yoxsa var yoxuna nəhlət, bunu deyə bilərsən, Zav. Deyirəm. Var yoxuna nəhlət. Yəni yoxsa var yoxuna nəhlət, sən xışdıyardıq. Xışdıyardıq bilsən nə demək? Xışdıyardıq nə idi? Xışdamağın tibi. Xışdamağın. Ha, xışdamağın tibi. Keçən bir ayağın altı toz idi ona görə. Hayır. Ayağı sürüşdü. Вчера под ногой твою был это песок, а теперь асфальт, да. Pesoğun asfaltdan nə söz var? Nə tərcümə elə? Qum da, necə qum da, mən də qumu tərcümə elədim. Ребят, я вижу, ты опять пьяный, что ли? Хочешь спеть? А? Хочешь стать музыкантом опять, что ли? O məni altdan yuxarı elə bax. Yox, niyə müğənni olmaq istəyirsən? Mən xəbərim yox. Deyən sən ona niyə elə altdan yuxarı baxırsan? Почему ты сверху вниз смотришь? А как смотреть? Вот так? Deyən onun sənə heç bir dəxli yoxdur. Это тебе не касается тебя. Ona denən ki, qutardı da, aramızda nəsə olub, atdım içimə denən. Atdım içimə, sinəmə dağ çəkdi denən. Belə bir şey denən ki, söhbət aralaşsın da, olub aralarında nəsə çıxsın, getsin həyatından, qızla denən iş olmasın. Значит так. Mənləndir denən. То, что случилось у него, он бросил себе внутрь. И там гора, горы, вулкан. То, что касается его и ее, ты не вмешивайся, да? Ona denən ki, yekə cahilsan birincisi. Belə udoblu oğlana oxşayırsan. Amma denən ki, fake profildən SMS yazmaq nədir ay oğraş. Belə denən ona. Ты вот большой джайл, да? Нормальный джайл, да? Большой. Правильно? Что я? Джайл, да? Джайл. Джайл, да? Джайл, большой джайл. Допустим. Да. Почему ты пишешь смс-ки? Вот почему ты пишешь смс-ки? Ты же нормальный пацан. Правильно? Deyirəm sən fake profildən mesaj yazan vaxtındır. Sən bir də biz yaxşı bilirik ki, sənsən bu. Мы же хорошо знаем, что это ты пишешь fake профили, это смс-ки. Отстань от моей сестры, понимаешь? Отстань от нее. Вот она не любит тебя. Вот последний раз я тебя предупреждаю. Больше такого не будет. Если я еще раз увижу, то я буду говорить с тобой по-другому. Что будет? Что будет? Что последнее, что будет? Qeyrət ağacı, bir yağ öpüşürdün, uzaqdır. Bu qanı xarab deyil. Qulaq as. O deyir ki, nəsə dedi ki, sən normal paçansan. Yəni normal oğlan. Последний раз axırıncı dəfə deyirəm ki, yəni sən yaxşı oğlansan. Ha, deyirsən yaxşı oğlansan, sən prosta mən bacımdan əl çək, başa düşdün? Bacım nədir iş verəndi bu? Bacıdan başlayırsa bu axır hara get. Bacı zat nədir? Deyən iş verəndir, denəsən. Ты работу даешь? Ты работу даешь? Работу даешь? Кому-то работу? Gələ, qeyrət damarı sıxışdı. Работу даешь, работу. Вот, ребят, отстань от Айдана.
Aydan это моя сестра. Aydan atdı elə, ağzını danışma. Ona denən ki, qatlamasın. Отстань от нее, хорошо? Вот первый и последний раз говорю. Hə? Отстань от нее. Больше я не буду говорить. Atsan, ata neydi? Хорошо. Aydan olması. Ha, deyir. Aydan Maya sestra, yəni bunun bacısıdır. Ha, Aydan da Bacısıdır. Cırağam, bir variant tapacaq. Spokojnoci. Ona denən şey, Aydan sənin bacınsa, если что Instagramdan mənə bloka çıxarsa, blokdan çıxarsa, WhatsAppda son görülməsin atsın. Yenə axşam yerimə girim yazsam, pijamamı geyinim yazsam, güllü pijamam. Все ему отправь. Все. Он зайдет сегодня ночью в кровать, а оттуда тебя... В кровать, не в рот. Demədi, yerimə girməsin. Kровать, и оттуда тебе напишет. Ну, вытащи его из блока, да, потому что не получается. Bloka niyə düşürük? Бацсы. Целую тебе, братан. Целую, я тоже в рот целую. Твоя сестра очень удобная. Да, я всегда в рот целую. Твоя удобная сестра есть, братан, по-братски. Да. Sağ ol. Sağ ol. Çıraranca. O mesajları aydan 100% elə özü yazır. Ki sənə qısqandırsın. Karışmasın fikirlərim, heç də ki gec deyil. Gözə almalıyıq biz hər şeyi. Heç də ki gec deyil. Gözə almalıyıq biz hər şeyi. Gəl məni sev həmişəlik. Yenə həmişəki yerdə görüş